As adıyla girib, deyir, Ema ana, 19 yaşımdan kəskin bağırsaq xəstəliyi yaşamışam. Əməliyyat da olmuşam. Tam düzəlmirəm. Bəddua var. Bax, o günü dedim ki, mənim öz doğmalarımdan içərisində adını çəkməyim. O dəfə çəkmişəm. Deyir ki, get cəhənnəm ol, filan işi filan elə. Deyir, amma bala, bunu niyə cəhənnəmdən deyirsən? Güzel sözlə dedə. Bax, o cəhənnəm sənə ailədə, evdə, ata-ananın dilindən vurğulanırsa, o cəza oradan doğula bilər. Bu cəza, bağırsaq. Bəzən də deyirlər ki, niyə biz ata-analarımızın, nənə-babamızın səhvinin bədəlini biz ödəyək? Niyə? Bugün sən sabah ata olacaqsan, baba olacaqsan, bu səhvə yol verməyəcəksən ona görə. O yanlışdır bu. Bu bağırsaq ailədə bədduadan doğulur, qınaqdan doğulur, bəlkə də şər böhtandan doğulur. İtirafda bulunacaqsınız, qəlb sevindirəcəksiniz. Allah anında onu düzəldə bilər, səhv etməkdən qorxun. Bəli, səhv edəndə belə cəzalar olur. Ema xala, əgər 19 yaş yazır da, indi gənc yaşından, ola bilsin ki, onun atasının, anasının bədduasıdır, ya qınağıdır ki, evlat Mən bunu onu da yaşayır. bəsnədən danışdım, onu danışdım da. Burla xanım, ola bilər O ki... onda bir də bu sualı verim. O onda ata-anasının yerinə də Allahdan, onların adından da Allahdan bağışlanılmasını istəyə bilər də. Ata-ana eləyəcək hələ onu birinci. Bağışla ya Rəbbim, evlad da acı çəkmir ana. 19 yaşında mənim evladım acı çəksin. Bəs mən evladımla mənə nələr yaşatmadı bu Allah. Və bu bağışlamaq sınağını evladıma görə yaşatdı mənə. Bu savabların sınağını evladıma görə yaşatdı. Bəs bu nətər anadır ki, itirafa getsin. Harada səhv etmişəm mən balamla, niyə bunları yaşayıram ya Rəbbim? İbə Tərənə xanım gəldi, itiraf elədi, nədir o? Gəlinlərinin qardaşı rəhmətə getdi, bəs o anaların bəddualarından doğulur da bu cəzalar. Götsünlər itirafa, harada səhv etmişik, bizi bağışla ya Rəbbim. Dizin gedəcəklər bağışlanma diləmək üçün. Bəli. Yəqin ki, bu izləyici diqqətlə izləyir, həm özü, həm valideynləri bu etirafı etsinlər ki, can ağrısı çox pis şeydir. Allahdan diləyək şəfasını versin. Hər bir xəstəlikdən problem çəkən, əziyyət çəkən insanların həqiqətən ağır xəstəlik çox pis şeydir. Mənim də mən evladımı itirirdim. Getdim adamı bağışladım, dedim mən də üzr istəyirəm, məni də bağışlayın. O bağışlamadı. O qəbirə getdi, mən evladımı qazandım. Çünki imanımı ləkəsizləşdirdi. Ema xala, həqiqətən, baxın, mənim bir yaxınımın da nəvəsi belə ağır bağırsaq problemi yaşadı. Əməliyyatda oldu. Çox sıxıntılar çəkdi o uşaq. İndi bax, bu hal-hazırda mənim yadıma düşdü. Həqiqətən də bəddualı insandır. Yəni, mən o insanı da qınamıram. Qarşındakı insan əziyyət verib, heç yanğısını bilmir. Səbəblə yaşadım mən onu. Bəli, yanğısını necə çıxartsın bilməyib, bəddua töküb, bir ucuda gəlib özünə. Bəddua eləməkləri elə belə, icik çurt. Ay, bunun halında cəza var. Çatmır insana. Emana, qəlbimə gəldi, ola bilərmi ki, bu 19 yaşlı insan bağırsaq deyəndə bir anlıq, yəni bəlkə anasına, valideyninə bağıraraq cavab verib, təmiyə qalxaraq cavab verib. Ondan da ola bilərmi? Qəlbimə bu gəldi. Təbii ki, anaya, ataya et demək. Öncə burada ata-ananın səhvi gedir. Evlatdan çıxır. Mən bunun canlı yaşayıb gəlirəm. Canlı yaşayıb gəlirəm. Mən də cavab verməsi, o da evlat ailənin güzgüsüdür. O da valideynlərinin hardasa etdiyi səhvin
Bağırma, bağırılma, vəssalam. Gərək biz nəyi əkirik, onu biçib dadırıq, eləmi? Sən görürsənmi torpağa kişnişi əkib petruşka dərəsən? Kişnişdən kişniş dəririk, petruşkadan petruşka, eləmi? Sən üzüm tənəyindən əzgil dərə bilərsənmi? Yox. Xəsiyyət də belədir. Davranış da budur. Uşağa nəyi əkirsən, onu da dadırsan. Yenə valideyn. Allah günahlarımızı bağışlasın.